Gürcüstanın Xarici İşlər Naziri Vaşinqtonda keçirilən siyasi terrorizmin yenidən aktivləşdirilməsi mövzusunda nazirlər görüşündə iştirak edib. Maqabo Coşvili bildirib ki, siyasi terrorizmlə mübarizə müasir təhlükəsizlik çağırışları fonunda böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə bəzi radikal qruplar demokratiya adı altında fəaliyyət göstərsə də, məqsədləri demokratik institutları zəiflətməkdir. Nazir Vaşinqtonda ABŞ dövlət katibi Marco Rubio'nun dəvəti ilə səfər edib. ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Vaşinqtonda keçirilən nazirlər toplantısında dünya liderləri ilə terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edib. Onun sözlərinə görə zorakı radikal qrupların artan fəaliyyətinə qarşı birgə mübarizə aparmaq və antiterror sistemini gücləndirmək vacibdir. Gürcüstanın baş naziri İrakli Qobaxidze Vaşinqtonda keçirilən konfransa münasibət bildirərək deyib ki, siyasi terror mövzusunda Gürcüstan ən bariz nümunələrdən biridir. Onun sözlərinə görə son 4 ildə ölkədə 5 dəfə inqilab cəhdi olub və bunlardan 4-ü zorakılıqla müşayiət edilib. Gürcüstanın baş naziri İrakli Qobaxidze Tbilisidə səfərdə olan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verib. Bugün liderlərin hökumət administrasiyasında təkbətək və geniş tərkibdə görüşü keçiriləcək. Görüşdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq və liderlər mətbuata birgə bəyanat verəcəklər. Ukrayna prezidenti bildirib ki, Yevgeni Xmara ölkənin müdafiə naziri vəzifəsinə namizəd göstəriləcək. Hazırda o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edir. Keçmiş müdafiə naziri Mikhailo Fedorov isə silahlı qüvvələrin baş komandanı Aleksandr Sirski ilə aralarında fikir ayrılığı olduğunu təsdiqləyərək bildirib ki, Sirski onun irəli sürdüyü təşəbbüsləri bloklamağa başlayıb. Yazıçılar evində professor Marina Vekuanın Polemika bir sənət kimi adlı kitabının təqdimatı keçirilib. Tbilisi Dövlət Universiteti tərəfindən nəşr olunan kitabda polemikanın mahiyyəti, prinsipləri, mübahisə mədəniyyəti, onun qədim dövrdən bu günə qədər inkişafı və müasir formaları təhlil olunur. Müəllif kitabın xüsusilə jurnalistika fakültəsinin tələbələri və media sahəsində çalışan mütəxəssislər üçün faydalı olacağını ümid etdiyini bildirib.